Salam əziz abituriyentlər, mən Azər Quliyev. 20 aprel tarixində 2-ci zonada imtahan verəcək 9-cu siniflərin buraxılış imtahanı olacaq. Mən də həmin imtahanda düşə biləcək suallardan birinin izahatını vermək istəyirəm. Odur ki, diqqətlə videoya qulaq asın və imtahanda uğur qazanın. Choose the correct variant. Doğru variantı seçin. It was fault, not nöqtə nöqtə. Burada nöqtələrin yerinə hansı əvəzləri qoya bilərik? Bizdən onu istəyir. A variantına gəlirik. A variantına baxırıq ki, hers onunki deməkdir. Müstəqil işlənən yerləş əvəzliyidir. Yəni özündən sonra isim gəlməz. Bu qaydanı bilin ki, müstəqil işlənən yerləş əvəzindən sonra isim gəlməlidir. Fault sözü də günah, təqsir deməkdir, isimdir. Demək ki, A variantı doğru deyil. Gəlirik B variantına. His həm onun deməkdir, həm də onunki deməkdir. Üçüncü şəxsin təkid kişi cinsini bildirir. Ona görə də birinci nöqtənin yerinə his qoya bilərik. Amma ikinci tərəfə gəldiyimizdə deyir, onların deməkdir. Müstəqil işlənməyən yerləş əvəzliyidir. Müstəqil işlənməyən yerləş əvəzliyi nədir? Özündən sonra mütləq isim gəlməlidir. Deyirdən sonra isim olmadığı üçün B variantı da bizim yanlış variantımızdır. Gəlirik C variantına. Our bizim deməkdir və müstəqil işlənməyən yerləş əvəzliyidir. Yəni özündən sonra isim gəlməlidir. Fault isimdir. Our ora qoyula bilər. Amma notdan sonra gələn your sözü sənin, sizin deməkdir. Müstəqil işlənməyən yerləş əvəzliyidir. Özündən sonra mütləq isim gəlməlidir. İsim gəlmədiyi üçün C variantı da yanlış variantdır. D variantı hers onunki mənasına gəlir. Qadın cinsini bildirir. Müstəqil işlənən yerləş əvəzliyidir. Yəni özündən sonra isim gəlməməlidir. Məntiqən baxdığımızda da onunki təqsir günah olmaz. Demək ki, D variantı da yanlışdır. Yerdə qalır Y variantı. My mənim deməkdir. Müstəqil işlənməyən yerləş əvəzliyidir. Yəni özündən sonra mütləq isim gəlməlidir. Birinci boşluğa biz my qoya bilərik. My fault, mənim günahım, təqsirim. Not yours, səninki, sizinki deməkdir. Müstəqil işlənən yerləş əvəzliyidir. Yəni özündən sonra isim gəlməz. Məntiqən də baxdığımızda misal üçün səninki kitab olmaz, sizinki kitab olmaz və s. Demək ki, yoursdan sonra isim gəlməlidir. Y variantı doğru variantdır. Cümləmizi son olaraq tərcümə edək. It was my fault. Bu mənim təqsirim, günahımdır. Not yours. Səninki deyil.